Allah Resulü sallallahu aleyhi ve sellem hadiste buyurmuştur. Allah üzerinde haktır ki bu üç kəsə yardım etsin. Birincisi Allah yoluna çıkan mücahide. İkincisi azat olmak isteyen köleğe. Üçüncüsü ise nicah isteyen bir kəs nicah istəyirsə, Allah Teala'nın buyurduğu şekilde Allah'a yaşamak istəyirsə, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki Allah üzerine haktır. Onlara kömək etsin. Ötəli səbəblərdən onlarda bu şeyləri əldə etmək, bu neymətləri vermək, ötəli səbəblərdən maniyələr olarlar, şahsızlıq və s. başqa səbəblər. Allah Teala yardım edir. Necə ki ayətlər buyurur. Əgər onlar